Daha əvvəldə dediyim kimi, dünyada humanizm azaldıqca onun yerini quru bir xidmət əvəz eləyir. Dostum Can Poladovun bir sözü var idi. Allah və dövlət insanların alçaqlığının və özbaşınalığının nəticəsidir. Əgər bəşəriyyət normal yaşamağı bacarsaydı, nə göydə bir Allaha, nə də yerdə bir dövlətə ehtiyac qalardı. Çünki hər ikisi insanın daxili boşluğunu doldurur. Həm qisas alan, həm də qoruyan qüvvə kimi insanın acizliyindən doğur. Dövlətlər yaranmazdan əvvəl insanlar ağsaqqalların hikməti ilə idarə olunurdu. Lakin şəhərlər böyüdükcə, maraqlar toqquşduqca və insanlar öz mübahisələrini həll edə bilməyəcək qədər alçaqlaşdıqca, laqeydləşdikcə idarə etməni özgə əllərə təslim etdilər. Nəticədə nə baş verdi? Sənin ədalət istəyin, sənin haqqın, o hadisəni görməyən, o ağrını duymayan yad insanların ixtiyarına buraxıldı. Sənin öz haqqını qorumaq qərarın səndən alındı və bu işə sadəcə maaş qarşılığında soyuq bir mexanizm kimi baxan adamlara tapşırıldı. Halbuki əsl ədalət zərər çəkənin öz iştirakı və mənəvi haqqı ilə bərpa olunmalıydı. Biz öz qisas və müdafiə haqqımızı bir xidmətə çevirdik və indi o xidmətin bizi qorumasını gözləyərək ən böyük xətanı eləyirik. Bizim ədalət tələbimiz həyatımız, şərəfimiz, mənəviyyatımız və gələcəyimizdir. Amma hakim üçün bizim o müqəddəs ədalət sadəcə bir iş günü, bir prosedurdur. Zərin qədrini zərgər bilər axı, zərər çəkən isə ağrının sahibidir. Lakin biz öz haqqımızı özümüz satmışıq. Dövlət adlandırılan bu sistemlər əslində insanların itirdiyi məsuliyyət və öhdəliyin protez qoludur. Can Poladov düz deyirdi, bu dünyada hər şey artıqdır. Allah da, dövlət də. Çünki hər ikisi insan qorxaqlığının və məsuliyyətsizliyinin yaratdığı o qara boşluğu doldurur. Əgər insanlar bir-birinə qarşı sadəcə dürüst olmağı bacarsaydılar, nə göydə hökmə, nə də yerdə qanuna ehtiyac qalardı. Mən demirəm ki, hamı yaxşı olsun, mən deyirəm ki, hamı dürüst olsun. Dövlət məfhumu tarix boyu sərvəti bir ovuc adamın əlinə yığıb, xalqın çoxunu süründürüb və o insanlara elə-belə də əcəb olur. Çünki onlar öz mənəvi öhdəliklərini yerinə yetirməyib, hər şeyi dövlət adlı o soyuq qurumun ixtiyarına verəndə öz sonlarını özləri də imzaladılar. Dövlət quruluşu insanın insana olan yalanının və nadürüstlüyünün rəsmi möhrüdür. İnsanlar alçaq olduğu üçün o alçaqlardan qisas almaq üçün polis və məhkəmə var. Siz zəif olduğunuz üçün haqqınızı müdafiə etmək üçün qanunlar var. Siz xəstə və kasıb olduğunuz üçün Allah var. Allah və dövlət insanın öz qorxaqlığına və acizliyinə geyindirdiyi protez qollardır. Əgər bütün insanlar eyni şuurda, eyni dürüstlükdə yaşamağı bacarsaydılar, nə göydə hökmə, nə də yerdə qandala ehtiyac qalardı. Mənə deməyin ki, varlılar da Allaha inanır. Xeyr, varlı ölümdən qorxduğu üçün inanır. Və bunu da yaxşı bilin. Ölümsüzlük əldə olunduğu gün Allah da öləcək. Çünki ehtiyac bitəndə o ehtiyacın doğurduğu protezlər də atılır.